Kristian, oyunla bağlı fikirlərini öyrənmək istəyərdik. Yeah, it was a fight game for sure, and a hard pitch. Unfortunately, we cannot score. But first step is we don't concede this game, and we need to see the positive things. Ağır oyun oldu, meydança da ağır idi. Sona qədər mübarizə apardıq. Qələbə qazanmaq istəyirdik, amma sonda bir xalla kifayətlənib və əsas odur ki, qol da buraxmadıq qapımızda. Özünün bugünkü çıxışını necə dəyərləndirir? Bugün 90 dəqiqə meydanda oldu və istər müdafiə planında, istərsə də hücumların qurulmasında aktiv şəkildə iştirak edirdi. Özünün oyunundan nə dərəcədə razıdır? I never speak about myself. I let the people who are like in the charge to do it, and yeah, I don't speak never for myself. Mən özüm haqqımda heç vaxt fikir bildirmirəm. Yəni buna məsuliyyətini daşıyan insanlar var. Məncə onlar fikir danışsa daha yaxşı olar. Mən özüm oyunum haqqında danışmaq istəmirəm.